Ali Baş Komandan cənab Prezident İlham Əliyevin qətiyyətli əmri ilə rəşadətli Azərbaycan ordusu 44 gün ərzində Qarabağımızı 30 illik işğaldan azad etdi. Azərbaycan Kanal və Avarçəkmə Federasiyası 2022-ci ilin martında Novruz bayramı ərəfəsində işğaldan azad olunmuş ərazilərimizdə ilk dəfə idman tədbiri təşkil etdi. Bu geniş miqyaslı idman tədbirini cənab Prezident İlham Əliyev və 1-ci xanım Mehriban Əliyeva şəxsən izlədi. Bu, əlbəttə ki, federasiya üçün böyük qürur və şərəf idi, həm də böyük məsuliyyət idi. 2022-ci ildən etibarən Azərbaycan Kanal və Avarçəkmə Federasiyası ümumilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş Prezident Kuboku, eyni zamanda Mingəçevir reqatası kimi beynəlxalq yarışları Qarabağda təşkil etməyə başladı. Son illərdə su qovşanla yanaşı Prezident Kuboku və Mingəçevir reqatası çərçivəsində Füzulidə də tədbirlər təşkil olundu. 2025-ci ildə ümumilli lider Heydər Əliyevin 102-ci il dönümünə həsr olunmuş Prezident Kuboku beynəlxalq reqatası zamanı su qovşana 20-dən çox ölkədən 200-dən artıq idmançı təşrif buyurdu. Bu, həm də Azərbaycanın bir dost ölkə olduğunun göstəricisidir. Cənab Prezident İlham Əliyev 2025-ci ilin idman yekunları ilə bağlı çıxışında bildirdi ki, Qarabağda, su qovşanda, Füzulidə avarçəkmə yarışları təşkil olunub, bu təqdirə layiqdir. Həmçinin Qarabağımızda daha bir məkan var ki, avarçəkmə yarışlarının keçirilməsi üçün uyğundur. Əlbəttə ki, bu Sərsəng su anbarıdır. Biz bugün Sərsəng su anbarındayıq. Təbiət möhtəşəmdir. Qış ayı olsa da dağların başına çökən qar o bəyazlığı ilə təbiətə daha bir gözəllik bəxş edir. Azərbaycan Kanal və Avarçəkmə Federasiyasının nümayəndə heyəti ilin əvvəlində artıq Sərsəng su anbarına səfər etdi. İlin yekunları tədbirində cənab Prezident qeyd etdiyi kimi, bu il biz Sərsəng su anbarında yarış keçirməyi planlaşdırırıq. İlin əvvəli nümayəndə heyəti ilə biz buradayıq. Mütəxəssislərlə baxış keçiririk. Mütəxəssislərlə görürük ki, burada yarış da keçirmək olar, təlim məşq keçirmək olar və buna hər bir şərait var. Start nöqtəsinə baxış keçiriləcək, həmi hansı hissədən idmançılar suya düşmə zonası olacaq və həm də biz start-finish məsafəsini də baxmalıyıq, daha GPS-lə bunu ölçməliyik. Ona görə bir neçə dəfə bundan sonra da deməli, baxışlar keçiriləcək və ondan sonra artıq biz burada həm təlim məşq, həm yarışlar planlaşdırdığımız kimi təşkil edəcəyik. Sərsəng su anbarı eyni zamanda Ağdərə rayonu Azərbaycanın turizm potensialı baxımından da çox önəmlidir və hesab edirik ki, Azərbaycan Kanal və Avarçəkmə Federasiyası burada beynəlxalq yarışlar təşkil etdiyi zaman ölkəmizə qonaq gələn xarici vətəndaşlar üçün də Azərbaycanın turizm potensialı daha da açılacaq və gələcəkdə turizm üçün əlverişli məkanlardan biri olduğunu göstərəcək. Bizim üçün çox xoşdur. Bugün Qarabağa, işğaldan azad olunmuş ərazilərimizə doğma sakinlər qayıdır. İnfrastruktur cənab Prezidentin göstərişləri ilə yenidən qurulur və nə gözəl ki, artıq Qarabağımızda beynəlxalq idman yarışları təşkil olunur. Azərbaycan Kanal və Avarçəkmə Federasiyası 2026-cı il ərzində Sərsəng su anbarında həm daxili yarışların, həm təlim məşq toplanışlarının təşkil olunmasını planlaşdırır. Eyni zamanda beynəlxalq yarışlar da Sərsəng su anbarında yaxın gələcəkdə keçiriləcək.